Budur dostlar, gürültülü alqışlarınızla Neftçi və Bakı Titanların mübarizəsi Dalğa Arenada Xəzər televiziyası vasitəsilə canlı izləyir tamaşaçılar. Gürültülü alqışlar kəsilməsin. Gərgin mübarizəyə saniyələr qalıb. Neftçi yoxsa Bakı? Salam hörmətli futbol sevərlər, hörmətli futbol azarkeşləri. Dalğa Arenada tarixi bir gün. Təbii ki, gərgindilər, amma yəqin hakimin fitindən sonra bu gərginlik artıq bitəcək. Və başladı, start həyəcanı başladı. Bakı oyuna başladı, 24 nömrəli futbolçu ilə başlayırıq. Koke, Ruslan Abuşov topu ələ keçirir. Bəli, 20-ci finaldır bu və bu komanda çox maraqlıdır ki, heç vaxt finalda üz-üzə gəlməyiblər. Bu komandalar arasında ilk görüşdür bu. Bakı ümumiyyətlə 2 dəfə kuboku qazanıb, 2 dəfə finala adlayıb və hər ikisində qələbə qazanıb. Buradan qapıya vurar mı? Vurar, niyə də vurmasın ki? Rəşad Abdullayev hər halda bu mövsüm... Yeni düzəlmiş toplar çox çətin olur qapıçılar. Həm də Rəşad Abdullayev bu mövsüm kifayət qədər belə qollara imza atıb və onun növbəti zərbəsi olacaq. Rəşad Abdullayevin zərbəsi tirə deyir. Çox təhlükəli bir epizod Rəşad Abdullayevin zərbəsi tirdən qayıtdı. Bir daha nümayiş etdirdi ki, belə zərbələrin ustasıdır, uzaq məsafə onun üçün əngəl deyil. Məhz bu oyuna kim daha hazırca, bu oyuna da psixoloji durumun özü də böyük rol oynayır. Saşa Staminkovic çıxışda sanki səhvi yol verdi, topu ələ keçirə bilmədi. Bakının hücumu çox təhlükəlidir. Zərbə vurulur. Müdafiəçilər topu uzaqlaşdıran Alyona Koge'nin zərbəsi gol oldu. Gol oldu və 8-ci dəqiqədə Bakı klubu hesabda önə keçdi. Golun müəllifi Koge'dir. Sevinç anları yaşanır. Bəli, ilk təhlükəli epizoduydu. Neftçinin qapısında və Bakı öz şansını əldən vermədi. Koke bir zərbə ilə topu ona göndərdi. 8-ci dəqiqə və 1-0 Bakı öndədir. Sevinç anlarını izləyirsiniz. Bakının ehtiyat skamyasının yaxınlığında böyük sevinç var. Azarkeşlər də sevinirlər. Elə ilk zərbə ilə Koke sevindirdi komandasını. Bir daha izləyək. Çox yaxşı bir hücum təşkil edilər. Uzaqlaşdıra bilmirlər Neftçinin müdafiəçiləri topu. Koke bir zərbə ilə elə göndərdi ki, topu tora. Qapıcı Staminkovic'e yalnız izləməyə qaldı. Aleksandr Şoliç kül zərbəsini yerinə yetirir. Saşa Staminkovic topu uzaqlaşdırdı. Hücum bitməyib. Amma hər halda məncə Neftçinin futbolçuları topu uzaqlaşdıra biləcəklər. Yox, alınmır. Winston Parks topu uğruna mübarizə apar. Məğlub olur. Kisnauski, Sajnaha. Aleksandr Şoliç topu qəbul etdi. Onun qarşısında Flavinho var. Flavinho. Adətən hücumda gördüyümüz futbolçu bu dəfə müdafiəyə xeyri oldu. Bu dəfə rəqibdən top almağı bacardı ki, az hallarda biz yaradıcı futbolçulardan belə elementlər görürük, amma bu dəfə belə oldu. İndi isə Karbo sona qədər mübarizə aparır, qayda pozuntusu. Təbii ki, Bakı qarşısına qoyduğu məqsədə çatıb gol vurub, amma... Əlbəttə, goldan sonra Bakı bir balaca arxaya daha diqqətli oynamağa başlayıb. Neftçi isə daha çox top saxlamaqla məşğuldur. Flavinho, onun qarşısında Cəmşid Məhərrəmov var. Flavinho bir neçə müdafiəçidən sıyrıldı. Yerdə qaldı, qayda pozuntusu var idimi? Mən nəyəsə Aqildə gərginlik görülən Bakının qapısında o dirəyə dəyən topdan sonra artıq qapı xəttindən vurduğu toplar da bir balaca inamsız vurub çıxartdı topu. Rahil Məlikov zərbə vuracaqmı? Vurdu, amma çox geridəyə qoldu onun zərbəsi. Fikir verirsənsə, Bakı bir balaca kompakt şəkildə artıq müdafiə olunmağa başlayır. Neftçi isə hücum eləyərkən belə çox genişlənir. Fərid Quliyev. Fərid Quliyevin zərbəsi. Şoliç zədədən sonradır. Onu da demək lazımdır ki, Parks da zədədən sonra oyuna çıxıb. Möhtəşəm gol! Möhtəşəm gol! Yəni bu gola başqa ad vermək olmaz. İnanın Aslan danışarkən də mən diqqətlə topa baxırdım və sanki inanmağım gəlmirdi ki, top qapıya gedər. Düz 9-luğa yer, düz 9-luğa. Müthiş bir gol. Javier Junior əla bir zərbə yerinə yetirdi. Bir daha baxın, əla vurdu və bu möhtəşəm zərbədən sonra hesab 2-0 oldu. Məncə Staminkovic'in də səhvi var idi bu epizoddakı. Bir addım belə qabaqdaydı o. Möhtəşəm bir gol. Bəli, qapıcı da Aqildə gərginlik hissi olunur. Fikir verirsənsə, təbii ki, o da gənc bir qapıcıdır və final təcrübəsi görünür ki, yoxdur. Aslan, ümumiyyətlə bu mövsüm belə baxsaq statistikasında da Aqil meydanda elə çox olmuyor.
Javier Junior növbəti zərbəsi yox, bu dəfə qol olmayacaq hər halda. Artıq o qolun dadını hiss eləyiblər Bakı futbolçuları. Bəli, hiss eləyiblər ki, istənilən zərbə qapıya doğru gedə bilər. Elşad Bravo, Manafovdan Elşad. möhtəşəm oyun. Topu rəqibdən alır. Elşad nə edəcək? Geriyə doğru. Şoliç topu qəbul etdi. Bəli, Elşad Manafov bu dəqiqələrdə kifayət qədər xoş təsir bağışlayır. Şoliç əla bir fənd işlətdi. Şoliç onun qarşısına alırlar. Hər halda Ralim Məlikov topu ələ keçirdi. Slavko Georgievski, Slavko zərbə vura biləcəkmi? Yox, ötürmə verdi. Fərid Quliyevin zərbəsi üstdən keçdi. Fərid Quliyev. Alqışlamaq lazımdır Fəridi də, çünki 3 rəqibinə baxmayaraq, yəni 3 rəqib onu əhatə arasındaydı. İmkan tapıb fırlanıb qapıya da zərbə vura bildi. Yəni hücumçunun üstünlüyü olmalıdır ki, hər bir epizodda imkan tapsın, fürsət tapsın, qapıya zərbə endirsin. Ümumiyyətlə hücumçu həmişə qapıya yönəlik olmalıdır. Hər bir xırda bir elementdən istifadə edib. Ona görə də bir qədər cinaha sıxışdırdılar onu. Orada da topu çıxsın. Hücumun davamı gəlmədi artıq oradan. Ruslan Abuşov topu cərimə meydançasına göndərir. Denis Ivanov topu uzaqlaşdırdı. Koke. Yenidən Ruslan Abuşov. Rəşad Abdullayev, Mir Hüseyin Seyidov. Rail Məlikova ötürmə verdi. Rail topu cərimə meydançasına göndərdi. Baş zərbəsi qapıdan aralı keçdi. Fərid Quliyev yenə diqqət mərkəzinə düşdü. Onların qapısı önündə təhlükə yaratmaqda çətinlik çəkir. Javier Junior. Yaxşı texnikası var bu futbolçunun. Şoliç. Javier Junior, yenidən Şoliç. Sol cinahla Şoliç irəliləyir, onun qarşısında Rail Məlikov var. Şoliç cərimə meydançasına daxil olacaqmı? Ötürmə verdi. Şoliç vurdu və Staminkovic topu qaytardı. Bakı rəqibin qapısından 2 top keçirməyə nail oldu. Oyunun əvvəlində Koke, ardınca isə Junior gözəl bir qola imza atdı və budur. Fit çalındı, komandalar fasiləyə yollanır, hörmətli tamaşaçılar. Bakı həqiqətən də gözəl qollara imza atdı. Mitrevskini də burada qeyd eləmək lazımdır ki, oyuncu topu qəbul elədiyi zaman üstünə hücum eləmədi. Və ikinci hissə başladı. Birinci hissədə olduğu kimi də başlayan kimi Neftçi topu özündə saxlamağa çalışır. Hətta Neftçinin başqa yolu yoxdur. Yəni hesabı bərabərləşdirmək istəyirsə hücum etməli. Fərid Quliyev topu özündə yaxşı saxladı. Sağ cinah ötürmə verdi. Doğru olmalıdır. Rəşad Abdullayev, Rəşadın ötürməsi. Fərid Quliyev zərbə vura bilmədi. Flavinyo'nun zərbəsinə isə Cəmşid Məhərran o imkan vermədi. Real gol imkanı idi. Okey. Winston Parks. Cəmşid Məhərranov. Topu itirmədi hər halda. Javier Junior. Topu ələ keçirir. Koke ötürmə verdi. Koke'nin qarşısını Ruslan Emircanov aldı. Bakı heyətində daha bir yetirməsi meydandadır. Nurlan Novruzov meydana daxil olur. Hücumun sivri hücumda oynayacaq və ona yəqin ki Koke dəstək olmalıdır. Nurlan Novruzov ilk dəqiqələrdən elə topu ələ keçirir meydanda olduğundan. Ona ötürmə veriləcəkmi? Verilir. Nurlan Novruzov yerdə qalır. Hakim nə edəcək? Məncə zərmə zərbəsi olmalıdır. Məncə zərmə zərbəsi olmalıydı. Cərimə deyərkən yəni penalti zərbəsini yəqin nəzərdə tutursa. Əliyar Ağayev davam işarəsi verir. Bu epizodun təkrarına baxıb hər halda bir söz deyə bilərik. Cavid İmamverdiyev əla bir fənd işlətdi. Yüksək texnikası var bu futbolçunun. Rail Məlikov, yenidən Rəşad Abdullayev istiqamətində ötürmə. Rail Məlikov. Rail Məlikov. Railin ötürməsi. Bakının müdafiəçiləri təhlükəni soğuşdurmağa nail olurlar, amma hücum davam edir. Ruslan Abuşovun zərbəsi az fərqlə üstdən keçir. Yəni yaxşı düşünülmüş zərbə idi, yəni hazırlanmış zərbə idi özdə. Kül zərbəsi yerinə yetirilir. Cavid İmamverdiyevin baş zərbəsindən sonra top Flavinyo'nun önünə düşsə də. Rəşad Abdullayev növbətdə və zərbə vuracaqmı? Əla bir fənd işlədi. Rəşad Abdullayev topu özündə saxladı. Zərbə vurmağa imkan tapmır. Rəşadın zərbəsi yenə Kovaçeviçə tuş gəlir. Kovaçeviç Ruslan Emircanov ardından Rəşad Abdullayevin də zərbəsinin qarşısını alır. Hər halda Neftçi hücum davam edir. Cavid İmamverdiyev. Kənara. Flavinyo ötürdü. Bahadır Nasimovun baş zərbəsi alınmadı. Müdafiəçi topu uzaqlaşdırır. Mənə elə gəldi ki, Bahadır burada qayda pozuntusuna yol verirdi. Yəqin ki, Bakının futbolçuları da buna işarə verirlər. Çox sıx oynayır Bakının müdafiəsi. Həm müdafiəsi, həm yarım müdafiəsi. Koke, İspan futbolçu irəliləyir. Koke hücumun davamını axtarır. Aleksandr Şoliç topu qəbul etdi. Şoliçin zərbəsi Staminkovic qaytarır. Şoliçin zərbəsini Staminkovic qaytarır. Ruslan Emircanov təkrar zərbəyə imkan vermir və topu uzaqlaşdırır. Flavinyo. Bəlkə sən dediyin elə şəxs bu Flavinyo olacaq. Geriyə doğru ötürmə. Cavid İmamverdiyev. Rail Məlikov. Railin ötürməsi. Aqil Məmmədov. Səhvi yol verir. Ruslan Emircanov topu qapıya göndərə bilmir. Mübarizə aparırlar. Və bu mübarizənin sonunda Bakı qalib ayrılır. Koke.
İndi əks hücuma yaxın ola bilərlər. Deniz. Sizə yol verdi. Koke. Koke irəliyir. Koke'dən əla ötürmə. Çesnauskes zərbəsi qeyri dəqiq oldu. Topu uzaq küncə yumallasaydı daha doğru olardı. Daha məqsədə uyğun olardı. Hücumçular gecikirlər bu ötürmələrə yetməkdə. Müdafiəçilər hər zaman Son onları nöqtəni qoymağa üstələyirlər. çətinlik çəkirlər Neftin futbolçuları. Künc zərbəsi yerinə yetirilir. Deniz baş zərbəsi vura bilmir. Bahadır Nasimovun zərbəsi. Möhtəşəm zərbə və möhtəşəm qurtarış. Aqilin alqışlamaq lazımdır Aqili. Çünki doğrudan da qabağında da 3-4 nəfər futbolçu var idi ki, görmürdü zərbə anını. Bahadır Nasimov gözəl zərbə vurdu. Elə Aqil Məmmədov da gözəl qurtarışa imza atdı. Cavidan Manverdiyev əla bir fənd etmişdi, amma davamını gətirə bilmədi. Savinho. Savinho'nun qarşısında Bakının iki futbolçusu var. Ötürməsini verir. Bakının futbolçuları topu uzaqlaşdırırlar. Nurlan Novruzov. Aslan fikir verdin. Nurlan Novruzovun fəndini qeyd edəcəm. Nurlan Novruzov nə etdi? Geriyə qayıtdı. Topu komandasına qazandırdı. Qırmızı. Və Deniz meydandan qovulur. İkinci sarı vərəqə və Deniz meydandan qovulur. Artıq öz işini bax, daha çox mən sənə təxminən 10 dəqiqə bundan qabaq nə demişdim? Demişdim bir sarı vərəqə alıb, bunun gedişi ikinci sarı vərəqə ola bilər. Heç nə alınmır artıq Neftçidə. Təbii ki, sonucu cəhətdən çox çətindir. Cavid Manverdiyev. Cavidin zərbəsi. Uzaq küncü nişan ala bilsəydi, təhlükəli zərbə ola bilərdi. Futbolçular var, ötürməsini verdi Elvin Məmmədov. Elvin Məmmədovun zərbəsi üstdən keçir. Tələsdi. Çox əla bir hücum qurulmuşdu. Aleksandr Şoliç topla irəliləyərkən Nurlan Novruzov əks cinaha qaçdı. Həmin o koridoru açdı onun önündə. Bu epizodda nə baş verdi? Topu cərimə meydançasına göndərərkən top qapıya doğru getdi. Aqil Məmmədov reaksiya göstərsə də Neftçi artıq təsadüflərə ümid bağlayır. Və budur finalçı səslənir. Bakı çempiondur. 2012-ci ilin kuboku Bakıya nəsib olur. 8-ci dəqiqədə Koke, 28-ci dəqiqədə Junior'un vurduğu qollar Bakını çempionluğa daşıyır. Möhtəşəm görüntülər. Bakı çempiondur. 2012-ci ilin kuboku Bakınındır. Sizdən əziz qardaşlar, öz almışlarınızı Bakı klubunun şərəfinə səsləndirin. Təbriklər sizin ünvanınıza. Yeni yerlərdə uğurlar arz edilir. Müthiş, doğrudan sen de kal.